hər vaxtınız xeyir olsun. Cənubun bir nömrəli əmlak brokeri yenidən Astaradadır. Dostlar, bu videoya yalnız və yalnız ciddi insanlar baxsınlar. Yəni ciddi insanlar, iş adamları baxsınlar. Əgər iş adamı deyilsənsə, ciddi insan deyilsənsə, hədərə vaxtını sərf eləmə, bu videoya qardaşım heç baxmadı. Nədir bu ciddi iş? Bilirsiniz ki, biz Astarada sizə çoxluca əmlaklar təqdim eləmişik, amma bugün təqdim edəcəyimiz əmlak tamamilə fərqli bir əmlakdır. Həm ərazisinə görə, həm yerləşdiyi əraziyə görə, həm qiymətinə görə. Yerləşdiyimiz məkan Astaranın Səməd Vurğun küçəsində yerləşir. Konkret olaraq Loğru dilində sizə izah edirəm. Astara bulvarından 3 kilometr məsafədə arxa yol var idi, şah ağacı yolu ya. O cənnət məkan şah ağacının yolu var, dənizkənarı yol. O dənizkənarı yolla Lənkərana gedən yolun üzərindədir. Bulvardan hardasa 3 kilometr aralıdadır. Səməd Vurğun küçəsindədir. Ümumi sahəsi 4 hektara yaxındır. İndi görüntülərdə görürsünüz. Əmlak çox böyük olduğuna görə biz tam olaraq onu sizə videolarda izah verə bilmirik. Amma bir ciddi iş adamı olsun, yaxın gəlsin. Biz də özümüzə aid olan bir ideyalar var, o ideyalardan bölüşərik o insanla. Biz də öz fikirlərimizi deyərik. Burada müxtəlif işlər görmək olar. Otel tikmək olar, yaşayış binası tikmək olar, yaşayış məntəqəsi yaratmaq olar, istirahət mərkəzi yaratmaq olar, zavod tikmək olar. Niyə zavod deyirəm? Çünki dəmir yolu düz torpağın kənarından keçir. Dəmir yolunun digər tərəfi isə artıq dənizdir. Yəni bura hər cürə şərait qurmaq olar. İndi qaldı onu alan adamın ümidinə. Ərazidə müxtəlif tikililər də vardır. İndi bu tikilləri də hansı səvkidə istifadə eləyəcəksə, onu da təbii ki, alan biləcək. Ətraflı məlumat üçün bizim telefon nömrəmizə zəng eləyirsiniz. Gəlirsiniz, əmlak sahibi ilə sizi görüşdürürük. Hər şeyi müzakirə eləyirik, Allah sizə xeyir versin. Qaldı ki, bu cənnət məkanın qiymətinə əziz dostlar, əmlak sahibi bu cənnət məkana 1.250.000 manat qiymət qoyub. Amma bir daha deyirəm, bu iş ciddi işdir, bu iş balaca iş deyil. Yaxın gələn olsa, oturacaq bir yerdə söhbət eləyəcəyik, 5 manat aşağı, 3 manat yuxarı, çalışacağım əmlak sahibinin saqqızını silsin, uğurlayacağım. Onun üçün narahat olmayın. Telefon nömrəmiz 050 321 45 02. Əlaqə saxla və əmlak sənin olsun. Dədə balası.